Məsələn, hansısa bir kişi, hansısa bir xarici ölkədə işləyir və il ərzində bir dəfə ailəsinin yanına gəlir, xanımının yanına gəlir. Onun kəbini pozulurmu? Kəbini pozulmur, amma o qədər müddət fasilə verməməlidir. 3 aydan artıq ailəsi ilə əlaqəsini kəsməməlidir. Mütləq mütəmadi görüşməlidir. İllərlə ailəni tərk edib getmək olmaz. Kəbin pozulmur pozulmağına, amma bu günaha səbəb olur və insan 3-4 aydan artıq münasibətdə olmursa, bu günaha səbəb olmuş olur. Ona görə də insan ciddi bir zərurət olarsa o başqa məsələdir. Bəzi insanlar tutaq ki, həbsdədir. Orada da hətta görüş şəraiti yaradılır, amma yəni həddindən artıq böyük bir müddət özündən asılı deyilsə, tutaq ki, amma özündən asılıdırsa bu qədər fasilə olmamalıdır onların ünsiyyətində. Mütləq görüşməlidirlər. Bəs ər ya qadın dünyasını dəyişirsə, kəbin avtomatik pozulurmu? Bəli,